hörmətiniz, ehtiramınız bugün bax belə insanların yürüşması ilə nəticələnir. Mən Yazıçılar Birliyinin rəhbərliyi adından, mənim adından bütün tədbir iştirakçılarını bir daha salamlayıram. Və bu tədbirimizdə danışanlar çox olacaq. Ona görə də bu tədbirimizin aparıcılığını bizim görkəmli tənqidçi, ədəbiyyatşünas, bizim tərcümə mərkəzinin sədri Əsəd Cahangirə həvalə eləmişik. Bizim məclisimizdə gözəl bizim ziyalı xanımlarımız da iştirak edir. Mən adətən aparıcılıq elədiyim tədbirlərdə bu balansın pozulmamasına çalışıram. Və çox hörmətli, çox belə, necə deyim, gözəl çıxışları ilə insanı heyran qoyan, hətta Ulu Öndər Heydər Əliyev cənablarının belə diqqətini cəlb edən, yüksək dəyərinə, qiymətinə nail olan bizim şairəmiz, uzun illər məktəbdə işləmiş, dövlət görevlərində çalışmış, bizim möhtərəm Ufeli xanım Babayev. Buyurun Ufeli söz sizindir. Əgər 30 il ərzində rəqəmimizdə qələmə aldığımda dünyanın bir sıra xarici ölkələrinə səyahət etdiyim zaman yazdığım bu əsərin oxucularımızın xoşuna gəlsə, mən də özümü Sayat xanım qədər bəxtələr sayarım. Bir də deyirəm, oturuşmuş adətlər və dəmir qaydalar və kişinin öz həyat yoldaşına belə gözəl bir əsəri həsr etmək, elə yazıb da mən bu əsəri Sayat xanıma ithaf edirəm. Sayat xanıma can sağlığı arzulayıram. Bu məhəbbətdən doğulmasaydı bu qədər adam buraya gedilmezdi. Və Sayat xanıma təşəkkür, Cəlal Bərqişində isə ruhuna ehtiramla baş edirəm. Təşəkkür ederim. Professorları, alimləri, yazıcıları, yaradıcıları, şairləri və Anar müəllim başda olmaqla hamısına özünü təşəkkürümü edir. Və bu dəyərli məclisə hər bir gəlib burada iştirak edər. Hətta ayaq üstə qalanlara sonsuz təşəkkür edir. Sizdən çıxışlarınızda hər zaman yoldaşınız Cəlal Bərqişadın xatirəsini yad etmişsiniz və biz də bunu görürük. Siz bizim üçün demək olar ki, bir eşq abidəsisiniz. Biz sizi elə görürük və bugünkü tədbirdə bunun sübutudur. İstərdik ki, siz də təəssüratlarınızı bölüşəsiniz. Dünyanı çox sevən insan idi, həyatı çox sevən insan, həyat dolu insan idi. Cəlal müəllimlə yaşamaq üçün, necə deyim, onu oxumaq lazım idi. Mən də oxuyub ona aşıq olmuşdum, onun əsərini, Serilmiş Qılınc romanını. O əsərdə özünə abidə yaradıb. O əsərdə Babəkə abidə yaradıb, amma o Babək onun özü olub. Mən belə düşünürəm. Ona görə də mən Cəlal Bərqişada bu qədər dəyər verib, ona həyat yoldaş olmaq arzusunda oldu. Anası haqqında yazdığı bir şeir var, onun bir bəndini bilirəm. O şeir demək, o sözü 4 misradan ibarətdir. O onun necə vətənpərvər, anıya, qadına, insana, qadınlıq dünyasına, vətəninə, torpağına, yəni tək o anasını qəlbində yox, vətəninin torpağını da qəlbində dəfn edir ki, o onu qorusun. Deyir ki, gecələr ömrümün keşikçisidir, gündüzlər çevrilir beşiyə anam, öləndə qəlbimdə dəfn eləmişəm, qorxuram torpaqda üşüyanam. O tək anasını yox, vətəninin torpağını, vətəninin igidlərini, vətənin dəyərli qadınlarını, yəni igid xanımlarını, Həcər kimi xanımlarını, Natavan kimi xanımlarını, torpağımızda dəyər verən, bugün xalqımıza xidmət edən gözəl dəyərli xanımları hamısını o da qəlbində dəfn edib ki, qoymur ki, ona bir dənə kənardan ziyan gəlsin. Cəlal Bərqişad bu idi. Belə insan idi.
Ona görə də mən bu gün də onu 30 il ölümündən keçsə də mən bu gün də onu xatırlayıram. Qəhrəman kimi xatırlayıram. Gözəl ailə başçısı kimi xatırlayıram. Gözəl xalqını sevən, insanları sevən, hər bir insanı ayrı-ayrı qiymətləndirən, yəni insanlara fərq qoymurdu. Bu tiyançıdır, bu qırçıdır, bu fəhlədir, bu nazirdir. Hamını öz dilində danışdırardı. Hamıya eyni yanaşardı. Mən bəzən deyərdim ki, niyə belə? Deyirdi ki, mən yazıcıyam. Hər bir insanın duyğusunu anlamalıyam ki, əsər yazam. Bu Cavanşir qalasına gedib Talastan kəndində, İsmailin Talastan kəndində, o qalada daşları götürüb iynəyirdi. Qulağını divara qayaya diriyib, at deyirdim, neynisən deyir, atın ayaq səslərinə, qılıncın, nizələrin səsini dinləyirəm mən burada. Ki, əsərimdə qeyd eləmək üçün Cavanşir romanını yazmağa hazırlaşanda. Yəni, dediyim odur ki, Cəlal Bərküşad, mən deyərəm ki, göydən yerə inən bir mələkdir ki, onu elə gəldi də, yazdı da, yaratdı da, heç nə istəmədi. Nə ad istədi, nə şöhrət istədi, nə ona böyük sevgi istədi. Amma mənim qəlbimdə, xalqın qəlbində, insanların, onu sevənlərin qəlbində izin qoydu getdi. Allah ona rəhmət eləsin. Allah bütün Azərbaycan igidlərinə, Qarabağda canını qoyan, qanını tökən bütün Azərbaycan qəhrəmanlarına, igidlərimizə Allah rəhmət eləsin, yerləri nurla dolsun. Cəlal Bərküşad da elə 1-ci Qarabağ döyüşlərində orada özü iştirak edib şəxsən televiziyada işləyirdi. Hər dəfə, hər ayın bu başı da o başda Qarabağ zonasındaydı. O Əliyarın, Allah rəhmət eləsin, şəhidimizin, milli qəhrəmanımızın döyüşdüyü, döyüş yoldaşları ilə televiziya filmləri var, çəkilişlər var. Onları çəkməyə gedirdi, onlarla danışırdı, onlara təsəlli verirdi ki, siz Babəklər nəslindənsiz deyirdi, siz qaçaq nəbirlərin nəslindənsiz deyirdi. Siz igid olun, qoçaq olun, siz mənim xalqımın, mənim torpağımın qəhrəmanlarısız olacaqsınız deyirdi. Eyni zamanda da o qəhrəman necə onları aşılayırdı bizim qəhrəmanlarımıza. Sağ olsun Azərbaycanın igidləri, bütün qəhrəmanları, hamısının qarşısında mən şəxsən baş əyirəm. Dövlətimizin rəhbəri İlham Əliyev var olsun ki, bu günləri bizim generallarımız var olsun, bu günləri bizim o əskərlərimiz var, hələ rütbə belə almayıb, onların qarşısında baş əyirəm. Cəlal Bərküşad adından baş əyirəm. Ona görə ki, bu haqq məndə var. Mən onun həyat yoldaşıyam, bu fikrimi deyirəm. Onun ruhu qarşısına, Cəlal Bərküşadın ruhu qarşısına baş əyirəm ki, o belə qəhrəmanları yazıb, bu günləri də həmin o qəhrəmanların nəslindən törənən o gənc oğlanlarımız, igidlərimiz onun davamçıları olub. Mən hamısının qarşısında baş əyirəm. Cəlal müəllimə Allahdan rəhmət diləyirəm. Ruhu şad olsun. Mən nəfəs aldığım sürədə o mənim beynimdə və ruhumda əbədi heykəl olaraq qalacaq. Çox sağ olun. İlk öncə sizi salamlayıram və istərdim ki, tədbir haqqında öz fikirlərinizi bölüşəsiniz. Mən də sizləri salamlayıram, təşəkkür edirəm istedadlı insanlara göstərdiyiniz diqqətə görə. Ulu öndərimizin bir kəlamını xatırlayıram ki, istedadlı insanlara qayğı lazımdır. Bugünkü keçirilən tədbir məhz bu qayğının bariz nümunəsidir. Çox yüksək səviyyədə, çox gözəl bir tədbir keçdi. Ümumiyyətlə, bildiyiniz kimi, yazıçılar bilinə keçirilən tədbirlər rəngarəngliyi ilə çox seçilir və bugünkü tədbirimiz də öz ömrün şam kimi əridib nurun poeziyamıza səpmiş Cəlal Bərküşada həsr olunmuşdu. Bildiyiniz kimi Şərqi Zəngəzurun bir dilbər gülşələrindən olan Qubadlı rayonu zaman-zaman böyük dühalar bəxş edib ədəbiyyatımıza. Süleyman Rəhimov, Qasım Qasımzadə, saysam bunu Əli Yıldırım və müasir dövrümüzün poeziyamızın ağsaqqallarından olan Ramiz Rövşən kimi böyük bir nəhəng düha bəxş edib Türk dünyasına. Və Cəlal Bərküşadın doğulduğu kənd elə bir kənd idi ki, o kənd Əliyar Əliyev, milli qəhrəmanımız Əliyar Əliyevin doğulduğu kənddir. O kənd də ziyalıları ilə hər zaman öndə olub. Və mən ömürgün yoldaşına təşəkkürümü bildirirəm. Tədbirin sonu çox təsirli oldu, məni çox kövrəltdi. Bir parça şeirin söylədi, ana haqqında. O şeir məni çox uzaqlara apardı ki, ana haqqında yazdığı, əzbər bilmirəm, əzbər bilsəydim, mən onu mütləq əzbərləyib o şeiri, mütləq ondan efir məkanlarında da istifadə edəcəm, söyləyəcəm. Çox fəlsəfi yükü ilə çox seçilən bir beyt idi. Təşəkkürümü bildirirəm bir daha sizlərə də, bu tədbirin təşkilatçılarına da və bildiyiniz kimi, bayaq mən çıxışda da orada qeyd elədim ki,
Şərqi Zəngəzurun bir dilbər güşəsi olan Qubadlı rayonu zaman-zaman poeziyamıza böyük duhalar bəxş edib. O cümlədən bu günləri Cəlal Bərkişadın ruhu şaddır ki, bir neçə il bundan öncə Şərqi Zəngəzur bölməsi yaradıldı və o bölməyə mən rəhbərlik edirəm. Bizim elə sizin fürsətdən yararlanaraq bütün üzvlərimizə sizə salamını çatdırıram, göstərdiyiniz diqqətə görə. Bizdə də bir sıra tədbirlər keçirilir, çox münbir şərait var. İnşallah sizləri də dəvət edirik, gəlib bizim tədbirləri işıqlandırasınız. Bugün ruhu şaddır Cəlal Bərkişadın ki, şairlər, ədiblər, belə deyək ki, ədəbiyyatımızda göstərdikləri xidmətlərə görə bugün yığışırlar Şərqi Zəngəzur bölməsinə, öz fikirlərini, təəssüratlarını bölüşürlər. Bu da məni çox sevindirir və məsuliyyətli bir işdir. Mən fürsətdən yararlanaraq Azərbaycan Yazıçılar Birliyinin sədri Anar müəllimə təşəkkür edirəm. Onun göstərdiyi diqqət və qayğının təzahürüdür. Eyni zamanda Qubadlı rayon icra hakimiyyətinin başçısı cənab Malik müəllimin göstərdiyi diqqət və qayğıdır. Sizləri də tədbirlərimizdə görsək, çox sevindirər bizi inşallah. Sevinirəm ki, bizim belə Azərbaycanımızın belə şairləri, belə yazıçıları olub, belə ədiblərimiz olublar və bugün də mən çox fəxr ilə deyə bilərəm ki, bizim bugün Yazıçılar İttifaqında tez-tez belə tədbirlər keçirilir. Həm yazıçıların, şairlərimizin anım günləri, doğum günləri və istedadlı şairlər, gənc şairlər, yazarlar, nə isə kitab nəşr olunanda həmən onun təqdimatını edirlər, onun müzakirələr sayəsində daha da o yazan, o kitabı ərsəyə gətirən insana böyük həvəs olur. Bu cümlədən mən də burada üzv olduğum müddətdə yeni şeirlər yazmışam və bugün də Cəlal Bərkişadın 100 illik yubileyidir. Mən çox sevinirəm. Mənim yadımdadır ki, ilk dəfə məni televiziyaya gətirən Oktyabret Ulduzu verilişi var idi, canlı gedirdi. O, Cəlal Bərkişad məni dayımla dostuydu. Dayım məndən ona danışmışdı ki, mənim bir bacım qızı var, şeir yazır, mahnı bəstələyir, pianinoda gözəl ifa edir. O da mənim dayıma demişdi ki, o uşağı gətirin, baxım. Və o zaman da Azərbaycan Dövlət Televiziyasında fantastik şair Namiq Abdullayev, o da bizim qohumumuz idi. Və onlar mənim haqqımda çox belə, necə deyər, maraqlı bir müzakirə, mənim, yəni ki, mahnılarımdan, mahnı deyəndə uşaq olur da, insan nə mahnı bəstələyəcək ki, yəni həvəskar, həvəs göstərirdim. Ancaq onlar mənim həvəsimi daha da həvəsləndirdilər. Məni televiziyaya gətirdilər, orada mən canlı verilişlərdə pianino ifa edirdim və bugün də mən özümə borc bildim ki, bir evladı olaraq bugün 100 yaşında olan Cəlal Bərkişadı mən çiçəklərimlə gəlim, onu həm anım, həm onun ruhu şad olsun və həm də onun haqqında bilmədiyim, daha maraqlı onun həyat yaradıcılığı haqqında söhbətləri eşitdim və bir daha təşəkkürümü bildirəm Yazıçılar İttifaqının sədrimiz Anar müəllim başda olmaqla bütün bizim ailə üzvlərimizə. Çox sağ olun, təşəkkür edirəm. Flora xanım, ilk öncə sizi salamlayıram və istərdik ki, tədbir haqqında sizin də fikirlərinizi alaq, ümumiyyətlə tədbirin önəmi, mahiyyəti haqqında bizə məlumat verərsiniz. Mən çox sevinirəm ki, bugün Azərbaycan ədəbiyyatının çox dəyərli nümayəndələrindən olan Cəlal Bərkişad haqqında belə gözəl bir görüş, belə gözəl bir məclis təşkil olunub, xatirələr dilə gəlir, ədəbiyyatşünaslar onun yaradıcılığı haqqında çox dəyərli fikirlər söyləyirlər. Mən bir söz deyərdim ki, Cəlal Bərkişad təkcə Babək haqqında yazdığı Sıyrılmış Qılınc romanı ilə Azərbaycan ədəbiyyatında igidimizin elə dəyərli bədii obrazını yaradıb, onun elə abidəsini həll edib, ucaldıb ki, heç vaxt nə Cəlal Bərkişad unudular, nə də onun qəhrəmanı. Fikir verin ki, o Sovet dövründə əsasən yazıb yaradıb, sonra biz dövlət müstəqilliyimizin bərpasını da gördü, yaxşı ki, və o heç vaxt Sovet ölkəsini, Sovet ədəbiyyatını tərənnüm etməyib. Məhz həqiqəti demək üçün, həqiqəti millətə çatdırmaq üçün bizim tarixi qəhrəmanlarımıza, bizim milli qəhrəmanlarımıza müraciət edib, onları yazıb yaradıb. Mən bir arzumu mütləq istəyərdim ki, bildirim ki, bugün dərsliklərimiz adətən çox zəifdir. Elə mövzular salınır ki, adam utanır. Cəlal Bərkişad kimi bir yazısının əsərləri dərsliklərə salınmalı. Tariximizi öyrədəndə mütləq onun əsərlərinə müraciət edilməlidir. Allah Cəlal müəllimin ruhunu şad eləsin. Heç vaxt unudulmayacaq.
Sağ ol. Mən orada dediyim, ümumiyyət tədbir çox gözəl tədbir idi və bizim bugün həyatda olmayan, amma sənətdə həmişə sənətdə və ədəbiyyatda olan yazıçılarımızı, sənət adamlarımızı yad eləmək hamımızın mənəvi borcumuzdur. Cəlal Bərkişad haqqında danışanda mən təkcə bir gözəl yazıçı haqqında, çox doğma bir adam haqqında danışıram. Çünki bizim ailəvi dost olmuşuq. Mən laf uşaqlıqdan Cəlal müəllimi görmüşəm, Cəlal əmi deyirdim mən. Və mənim ilk şeirlərimi də, deməli, bayaq da dedim, ilk şeirlərimin oxucusu olub. Və mən radioda şeir deməyimi, mən 10-11 yaşımda radioda şeir demişəm. Ona görə mən Cəlal Bərkişada və bir də Məstan Əliyevə dedim. 2 nəfərə borclu olmuşam. Onlar məni çıxardıblar və sonra da bütün ömrümüz boyu həmişə çox mehriban olmuşduq, ailəvi. Amma istədiyim ki, bayaq dedim, ən mənim burada kədərli məqam Cəlal müəllimlə görməməkdir, torpaqların azadlığından. Çünki bilirəm ki, içində çox onu çəkirdi, biraz niskilli getdi. Amma ruhu sevindir, mənə bir qram şübhəm yoxdur. Ruhu sevindir. Mən xanımını da xüsusi təşəkkür bildirmək istəyirəm ki, bu qədər onun xatirəsinə sadiqdir və unudulmağa qoymur deyə bilmərəm ki, yazıçı unudulmaz. Yəni, amma onun həmişə yad etmək, yada salmaq, onunla ünsiyyətdə olmaq lazımdır. Yəni kitabla, təkcə kitabla yox, həm də onun xatirəsi ilə, onunla bağlı söhbətlər. Bu mənə gəlir ki, çox adamlar buradan çox dərin təəssüratlarla gedirlər. Sağ olun, xoş geldin. Bilirsiniz, mədəniyyət əslində xalqın yaddaşını, kimliyini, milli sərvətlərini özündə yaşadan böyük bir sütundur. Və bu sütunu isə əlbəttə ki, ucaldan, onu gələcəyə aparan insanlardır. O insanlar ki, ədəbiyyatda, mədəniyyətdə, incəsənətdə və digər sahələrdə öz izi ilə tarix yazıblar. Məhz Cəlal müəllim də bu şəxslərdəndir, bu şəxsiyyətlərdəndir. Cəlal müəllim təkcə bir yazıçı deyildi, təkcə bir publisist deyildi. O öz dövrünə işıq salan insanlardan idi. Biz İz mədəniyyətinin inkişafına dəstək ictimai birliyi olaraq məhz bu tədbiri ona görə təşkil elədik ki, Cəlal müəllim unudulmasın. Cəlal müəllim və Cəlal müəllim kimi bizim görkəmli şəxsiyyətlərimizin irsi, mirası gələcəyə ötürülsün. Onların işığı daha geniş auditoriyaya çatdırılsın. Və ümid eləyirəm ki, Cəlal müəllimin ruhu şaddır və biz də çox sevindirici bir hal keçirdirik ki, nə yaxşı ki, bu tədbir baş tutdu.